Hər vaxt günah etmək istəyən, məsələn, sübhə durmursuz, qılmaq istəmirsiniz. Məsələn, valideyn sizi əsəbləşdirir, ona cavab vermək istəyirsiniz. Ya nə bilim də digər günahlar, naməhrəmə aid olan günahlar, hər nə. Belə bir vaxtda Allahla danışa bilirsinizsə, ya məsələn imam zamandan kömək istəyə bilirsinizsə, bu nuraniyyətinizin və zikr əhli olmağınızın yaxşı bir mərhələsinə çatdığını göstərir. Niyə? Çünki adətən insan həmən vaxtlarda görməzdən gəlmək istəyir. Amma bu dəfə Allaha ağız açırsan ha, ki ilahi, bax mən günah etmək istəyirəm. Məsələn, bu valideynə bu sözü deyəcəm, deməliyəm. Ya ilahi, bax durub qılmaq istəmirəm sübhü. Danışırsan və sonra da o günahı etsən də belə, əvvəla o vaxt insan artıq edə bilmir. Amma etsən də belə, yenə də bu bir mərhələdir. Yenə də bu bir mərhələdir. Ki insan yəni Allahın varlığını hiss eləyir. Bu da bir mərhələdir. Ona görə deyiblər ki, belə eləyin. Çalışın Allaha danışın. Görəcəksiniz Allah mütəal bizə yol göstərir. Düstur əməl verir, bilirsiniz. Deyir ki, ey bəndələrim, hər vaxt şeytanın vəsvəsəsi gəlsə, tez mənə sığın.